Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Kadr hazırlığına gəldikdə bu əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Azərbaycan TV xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu uzunmüddətli proses olacaq və bu proses ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir, Prezident qeyd edib. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.